Bismillahirrahmanirrahim. Mehriban və bağışlayan Allahın adı ilə və yadı ilə siz əziz yoldaşlara, izləyicilərə salam ərz edirəm. Milli İslamdan, Qur'anın türkcə tərcüməsindən, şərhindən yeni bir surə ilə sizinlə birlikdə olacağıq. 113-cü surədə demək olar ki, Fələq surəsi 5 ayəsi vardır. Qur'an-ı Kərim buyurur ki, Bismillahirrahmanirrahim. Qul a'udhu bi rabbil fələq min şərri ma xələq və min şərri qasiqin izə vəqəb və min şərri nəffəthati fil uqad və min şərri hasidin izə həsəd. Qul demişdik ki, yəni Peyğəmbərə əmr olunur ki, sən decinən. Mevlana deydi ki, əmri qul zin آمدش کی راستین کم نخواهد شد بگو دریاست این متصل چون شد دلت با اون عدن هین بگو مهراست از خالی şudan. Deydi ki, qulu təfsir eləydi Mevlana. Deydi ki, Allah ki buyurur Peyğəmbərə decinən, yəni decinən. Sən sözün qurtulmaz, sən bir böyük dənizə vəslisən və sözün qurtulan deyil. Qul a'udhu bi rabbil fələq. Peyğəmbər decinən ki, sığınıram sübhün Rəbbinə. Fələq yəni sübhdə, yəni o zaman ki təzə demək olar işıq atır. Sübhün Rəbbinə. Min şərri ma xələq. Yaratdıqlarının şərrindən. Ma xələq. Yəni burada deyir ki, məxluqlar, yaradılmışlar, kainatda olan varlıqların bunların pislikləri ola bilər, şərriləri ola bilər. O şərridən decinən ki, mən öz Rəbbimə sığınıram, pənah gətirirəm. Təhcə o deyil. Min şərri qasiqin izə vəqəb. Qasiq yəni xəbdən girən, birdən qafıldan girən, bir nəfər gecə vaxtı qapını çalır, birdən girir bir yerə, ona ərəblər qasiq deyidilər. Deyir ki, xəbdən birdən gecə gələn adamın şərrindən izə vəqəb, yəni o zaman ki, içəriyə gələ bu insan. Xub, ola bilər ki, o insan şərlik, pislik daşısın, onun şərrindən də demək olar sən Rəbbivə pənah gətirməlisən, sığınmalısan. Və min şərrin nəffəthati fil uqad. Uqad yəni uqdədən də, yəni düyünlər, o düyünlər. Nəffasat yəni püfləyən, o düyünləri püfləyən insanlar, yəni xanımlar, o qadınlar ki, cadu eləyidilər, sehr işində idilər. Deyir, ovsun oxuyub, düyünlərə öfürən qadınların şərrindən. O qadınlar ki, cadu işində idilər, onların şərrindən mən Tanrıya, öz Rəbbimə decinən ki, mən onlara sığınıram. Yaxçı, indi də baxırsan görsəndə elə bu cadu işlərini aparırlar çoxlarını, birinin yaşayışını dağıtmaq üçün, ya birini bir-birinə yapışdırmaq üçün gedirlər bu qadınların üstünə, bu sehr işlərinə hələ də vardı. Və min şərri hasidin izə həsəd. Həsəd yəni cicihlənməkdir. Hasid cicihlənən. Yəni cicihlənən vaxt şərrindən. O zaman ki, hisadət eləyir, cicihlənir, bir şərr törəldir, onun şərrindən də decinən ki, mən Rəbbimə sığınıram. Sağ olasınız.